Sür də, sür. Hara sürək? Qoy açılsın ki, sürək də. Onu ayırtmaq lazımdır. Avtomobil yollarında səbirsiz sürücülərə tez-tez rast gəlinir. Xüsusən də işıqforda dayanan avtomobillər yaşıl, yəni svetoforun yaşıl işığı yanan kimi bax belə dərhal siqnal verən sürücülərə rast gəlmək olur. Tələsir bəlli olur da. İnsan da vallahi mənim də başıma gəlir. Yanmamışdan hələ siqnal verirlər. Sür də, sür. Hara sürək? Qoy açılsın ki, sürək də. Hara get, hara tələsirik. Ehtiyac yoxdur da. Onsuz da hamı görür ki, yaşıl yandı, hamı tərpənəcək, gedəcək. Tələsməyə nə ehtiyac var? Eləsi var, çox ləngiyir. Onu ayırtmaq lazımdır. Eləsi də var ki, belə deyək də tez siqnal verir, elə yaşlı görən siqnal verir, o da ayıbdır. Səbirləri yoxdur. Nəsə demişsiniz. Çoxsu sürə bilməyən adamlardır ya. Paytaxt küçələrində lüzumsuz səs siqnallarından istifadə edən sürücülərə rast gəlmək mümkündür. Məsələn, burada siqnal vermək qadağandır, nişanı var. Təəssüflər olsun ki, bu nişanın tələbini pozan sürücülər də var. Bəli, özüm burada şirkətdə müəllim işləyirəm. Yəni bizə də çox mane olurlar, bütün siqnal səsləri, maşın səsləri ümumiyyətlə çox mane olurlar və bəli, yəni nəzərə alınmalıdır ki, təhsil yerləri var burada, universitetlər, kurslar, məktəblər var. Ona görə bəli nəzərə alınmalıdır bunlar. Siqnal belə şeylər də, yəni ki, belə səslənmir də, yəni ona mən narazılığımı bildirmişəm. O da mənə öz rəyini bildirib, üzr istəyib ki, yəni bir də bu hal təkrar olunmaz. Bəs belə sürücülərin cəriməsi nə qədərdir? Səs siqnallarından iki halda, yəni yol nəqliyyat hadisəsinin qarşısının alınması məqsədi ilə, digər halda isə yaşayış yerlərindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə də nəzərdə tutulub. Bu baxımdan da sürücülər bu məsələdə diqqətli olmalı, ərazidə yaşayan sakinlərin, eyni zamanda digər hərəkət iştirakçılarının narahatlığına səbəb olmamalıdırlar.